Bilmək istəyirəm, Miller mənim restoranda olduğumu hardan bilib? Kim deyib ona? Kim satıb məni? Əgər bunu desən, səni bıraxacam. Yaxşı fikirləş. Bax, yalan desən, sən elə buradaca güllələyəcəm. Məni başa düşürsən? Əlbəttə. Hər şeyi yaxşı başa düşürəm. Onda gərək düzün deyəsən. De görüm sizi restorana kim göndərib? Kim satıb məni? Düz deyirsən, Məmməd. Səni satıblar. Kim? Kim? Miller mənə heç bir şey deməyib. Məmməd, səninlə vacib işim var. Yaxşı. Bir də deyirəm sənə. Satqının adını desən, səni bıraxacam. Əziz, buna parsal bir yer ağzında qıfılla. İşlər yaxşı deyil, Məmməd. Niyə? Xanxoyski bizi mühasirəyə alıb. Goranboy yolunda nə qədər kənd şenlik var, hamısını yandırıblar. Kəndlərdə qalıb atışan da olub. Xanxoyski hamısını güllələdi. Xanxoyski özərdadır. Sinkətdədir. Saldatlar gecəni yatmayıb özlərinə səngər düzəldiblər. Neçə polkları var? Ən azı 3. Mən hələ o dizaçıq ingilisləri demirəm. Gərək fikirləşib bir əncam çəkək, Məmməd. Paşa, Səmədi qaldır. Əzizlə Yunusu da çağır. Mən nə vaxt azad olacağım, Paroçik? Mümkün olan kimi gedəcəksiniz. Hədə, oturum gözləyim axırda o əclafda məqamı sıxsın beynimə. İndi imkan yoxdur. Həm də sizi postlardan keçirə bilmərəm. Əgər indi məni bıraxmasanız, onda hər şey açıb qatıra söyləməli olacağam. Nə hər şey? Özünüzü axmaq yerinə qoymayın, Paroçik! Onda o biləcək ki, onun restoranda olduğunu siz bizə xəbər vermişsiniz, həm də kim? Paşa! Paşa! Dayan! Uşaqlara de, o müsavat qancığının meydini götürüb atsınlar dəriyə. Güllələdim onu. Baş üstə. Bacılafı güllələdim. Nə? Necə yəni güllələdim? Başa düşmürəm. Nahaq tələsmisən, əziz. Əvvəl-axır o bizə satqının adını deyəcəkdi. Mənə dedi onun adını. Kimdir? Uzatma, de! Mən.